Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 36 nömrəli tam orta məktəbdə olub, təhsil ocağının müəllim kollektivi ilə görüş keçirib. Görüş zamanı icra başçısı müəllimləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Onlara məhsul və şərəfli fəaliyyətlərində bol uğurlar arzulayıb. Zakir Fərəcov çıxışında Sumqayıtda təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, son illər şəhərdə təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, müasir tədris mühiti formalaşdırılır. İcra başçısı vurğulayıb ki, əldə olunan bütün bu nailiyyətlər müəllimlərin fədakar zəhmətinin nəticəsidir. Daha sonra məktəbin direktoru Sevinc Allahverdiyeva çıxış edərək təhsil müəssisəsinin fəaliyyəti və əldə etdiyi nəticələr barədə ətraflı məlumat verib. Direktor qeyd edib ki, 36 nömrəli tam orta məktəbdə hazırda 70 müəllim çalışır və 1180 şagird təhsil alır. Onun sözlərinə görə ötən tədris ilində məktəbi bitirən məzunların 74% ali məktəblərə qəbul olub. Sonda görüş iştirakçıları Sumqayıtda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Şəmistan Fikrətli, Elbrus İsmailov. Bugün informasiya proqramı üçün.